Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala Resulillahil amin ve ala ehl-i beytihi teyyibine tahirinel ma'suminel mukarramin ve la'netullah ala a'daihim ecma'in. Euzu billahi mineşşeytanirracim. Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefqahu qavli. Salam əziz izləyicilər. Hər birinizi xoş gördük. 9-cu imamımız İmam Muhammed Təqi əleyhissalamın və ya İmam Cavad əleyhissalamın mübarək mövlud günüdür. Bugün münasibəti ilə mən hər birinizi təbrik eləyirəm. Allah dünyada o həzrətin mübarək qəbrinin ziyarətini, qiyamətdə şəfaətini hər birinizə nəsib eləsin inşallah. Bu mübarək gün münasibəti ilə bir neçə dəqiqə danışmaq istəyirəm. İmam Cavad əleyhissalamla biraz tanış olaq və o həzrətin haqqında ilk öncə tarixi məlumatlara qısa olaraq toxunmaq istəyirəm və daha sonra o həzrətdən bir neçə nurani hədisdə inşallah siz əzizlər üçün bu günümüzə münasib olaraq qeyd eləyəcəm. İmam Muhammed Təqi əleyhissalam Şiələrin Əhl-i Beyt imamlarının 9-cusudur. Şiələrin 9-cu imamıdır. Adı Məhəmməddir. Künyəsi isə Əbu Cəfərdir. Ləqəbi də Təqi və Cavaddır. Təqi və Cavad İmam Muhammed əleyhissalamın, yəni İmam Muhammed Təqi əleyhissalamın məşhur ləqəblərindəndir. O həzrət hicrətin 195-ci ilində Mədinə şəhərində anadan olub. Peyğəmbər şəhərində, Mədinə şəhərində hicrətin 195-ci ilində dünyaya gəlib. Atası 8-ci imamımız İmam Rıza əleyhissalamdır. Anası isə Səbikə xanımdır. Və hətta qeyd olunur ki, Peyğəmbərin həyat yoldaşı olmuş Mariyə Qibtiyyənin nəslindən hesab olunan Səbikə xanım çox fəzilətli bir xanım olub. Əxlaqi dəyərlər baxımından yüksək mərtəbədə dayanan bir xanım olub və mənəvi baxımdan da öz dövrünün xanımlarının üstünü hesab olunurdu. Ən üstünü hesab olunurdu. Belə ki, İmam Rıza əleyhissalam da özü o xanımı, həyat yoldaşını pak və nəcabətli, fəzilətli bir qadın kimi yad eləyirdi. Yəni, İmam Cavad əleyhissalamın atası da imamdır, İmam Rıza əleyhissalamdır. Anası da bax, öz zamanının belə fəzilətli bir qadını olub. İmam Cavad əleyhissalam, atası İmam Rıza əleyhissalam şəhid olarkən, dünyasını dəyişərkən təxminən yazırlar ki, 8 yaşında olub. İmam Cavad əleyhissalam 8 yaşında olarkən atası İmam Rıza əleyhissalam şəhid olur və 25 yaşında olarkən özü şəhadətə çatır. Özünü şəhid eləyirlər. Və bilirik ki, Bağdadın Qureyş qəbristanlığındadır, Kazimeyndədir, mübarək məzarı. Babası İmam Kazım əleyhissalamın qəbrinin yanındadır. O həzrəti ziyarət eləyənlər də Kazimeyn şəhərində görüblər ki, İmam Kazım əleyhissalamla İmam Cavad əleyhissalamın pak məzarları, qəbirləri elə bir zərihin içindədir. İmam Cavad əleyhissalamın iki Abbasi xəlifəsi həmsəri olub. Yəni, bir zamanda yaşayıb. İki Abbasi xəlifəsi ilə, Məmun və Möhtəsimlə bir dövrdə yaşayıblar. Və eyni zamanda İmam Rıza əleyhissalamın həyatı barəsində bilirsiniz ki, İmam Rızanı məcburi şəkildə Mədinədən Tusa gətizdirir Məmun. Belə bir siyasət işlədir.
hətta onu öz vəliəhdi təyin eləyir İmam Rza əleyhissalamı ki, bu vasitə ilə Ələvilərin söz-söhbətini, qiyamlarını yatırsın və etirazları aradan qaldırsın ki, güya bu elə Əhl-i Beytin haqqın özlərinə qaytarmağa hazırdır. Belə bir təsəvvür yaratmaq üçün İmam Rza əleyhissalamı Mədinədən didərgin salır, gətirir. Həm də burada bir siyasi məqsəd də bundan ibarət idi ki, İmam Rza əleyhissalamı nəzarət altında saxlasın. İmam Rzaya nəzarət eləmək daha rahat olsun xəlifə üçün, məmun üçün. Eyni ilə İmam Cavad əleyhissalama da belə bir plan həyata keçirilir. İmam Cavad əleyhissalamı da Mədinədən zorla gətizdirirlər. Zahirdə belə qururlar ki, güya biz əzizləmək üçün, hörmət əlaməti üçün gətiririk bunu paytaxta. Amma əslində məsələnin mahiyyəti imamlara daha rahat şəkildə nəzarət etmək idi ki, bu məqsədlə paytaxta gətirirdilər. Və İmam Cavad əleyhissalam üçün də eyni bu siyasət həyata keçirildi. İmam Cavad əleyhissalamın dünyaya gəlməsi, doğumu, mövludu xeyir, bərəkətli bir doğum hesab olunur. Şiyələr arasında Əhl-i Beytin İmam Rza əleyhissalamın hədisində, indi o hədisi də inşallah oxuyarıq, görürük ki, İmam Rza əleyhissalam İmam Cavadın oğlu İmam Cavad əleyhissalamın doğulub dünyaya gəlməsini xeyir, bərəkətli bir mövlud adlandırır. İmam Rza əleyhissalamın ailəsində və şiyələr arasında belə bir fikir formalaşdı ki, İmam Cavad əleyhissalamın dünyaya gəlməsi mövludu xeyir, bərəkətli bir mövluddur. Və bu barədə səhabə var Əbu Yəhya Sənani adında. Deyir, bir gün İmam Rzanın yanında idim. Bu vaxt o həzrətin az yaşlı uşağı Cavad bizə tərəf gəldi, bizim yanımıza gəldi. İmam Rza əleyhissalam buyurdu ki, şiyələrimiz üçün ondan xeyir, bərəkətli bir uşaq dünyaya gəlməyib. Şiyələrimiz üçün ən xeyir, bərəkətli uşaq budur. İmam Cavad əleyhissalamdır. Və İmam Rza əleyhissalam müxtəlif yerlərdə də bu məzmunda sözlər söyləyib İmam Cavad barəsində, öz oğlu barəsində. Artıq bu sözlər o qədər deyilir, şiyələr arasında da yayılmışdı. Yəni ki, artıq bəlli bir məsələyə çevrilmişdi. Və həmçinin İbn Əsbat və Əbbad ibn İsmail adlı iki şiyənin dediyinə görə bir dəfə İmam Rzanın hüzurunda olarkən, gəliblər İmam Rza əleyhissalamın hüzurundaydılar, İmam Cavadı onların yanına gətirirlər. Onlar İmam Rzadan soruşurlar ki, bu həmin dediyiniz xeyir, bərəkətli uşaqdır, İmam Cavad. İmam Rza əleyhissalam onların cavabında buyurur, bəli, bu İslamda ondan xeyir, bərəkətlisi doğulmayan həmin uşaqdır. Hədisə baxarkən, hədisdən belə bir nəticə çıxarmaq olar ki, İmam Cavad əleyhissalamın doğuluşu, dünyaya gəlməsi bütün imamlardan üstündə fəzilətlidir. Və yaxud da İmam Cavad əleyhissalam bütün özündən əvvəlki imamlardan fəzilətlidir, öndədir. Amma hədisin məzmunu bizə bunu çatdırmır. Hədisdən bu başa düşülməməlidir əslində. Bütün Əhl-i Beyt imamları nurun vahidundur, onlar bir nurdular, bir həqiqətdilər. Allah onları insanlığın islahı üçün göndərib, insanlığın hidayəti üçün göndərib. Onların hər birinin hədəfi və məqsədi birdir. Yəni təsəvvür edirsiniz, onlar bir həqiqətdilər, bir nurdular. Yəni bir hədəf üçün çalışırlar, sadəcə öz zamanlarına və şəraitlərinə uyğun olaraq. Yəni belədir ki, İmam Cavad əleyhissalam da təsəvvür edin ki, İmam Hüseyin əleyhissalamın yerində olsaydı, o zamanda olsaydı, o şəraitdə olsaydı, İmam Cavad əleyhissalam da eyni ilə İmam Hüseyin əleyhissalam kimi döyüşəcəkdi və ədalət yolunda, Allahın dini uğrunda döyüşüb
şəhid olacaqdı. Başı bədənindən ayrılacaqdı İmam Hüseyn əleyhissalam kimi. Və həmçinin İmam Hüseyn əleyhissalam da İmam Cavadın dövründə yaşasaydı, o zaman və şəraitdə olsaydı, İmam Cavad əleyhissalam kimi addımlar atacaqdı. Yəni imamlar hamısı bir nurdular, bir həqiqətdilər. Ona görə də imamlar arasında hər hansı bir fərqi insan qoymamalıdır. İmam Hüseyn əleyhissalam qılıncla şəhid olub, İmam Həsən əleyhissalam zəhərlə şəhid olub, biri döyüşüb, biri məsləhət olub döyüşməyib. Yəni bunlar hamısı o ilahi sistemə uyğun olaraq, Allahın o hidayət xəttinə uyğun olaraq rəftar eləyiblər. Məsələ bundan ibarətdir. Və bu hədisdən də belə başa düşülməsin ki, İmam Cavad əleyhissalam bütün imamlardan üstündür, fəzilətlidir. Xeyr, belə deyil. Sadəcə baxırıq ki, o dövrə bəzi problemlər var idi. Bəzi çətinliklər üzə çıxmışdı. İmam Rıza əleyhissalam təxminən 47 yaşına qədər övladı olmayıb. Övladı olmayıb. Və bəziləri artıq İmam Rıza əleyhissalama tənə vururdular. Məsələn, Vaqifiyyə firqəsi də o dövrdə meydana çıxdı. Vaqifiyyə firqəsi İmam Kazım əleyhissalamın imamətinə qədər, İmam Kazımə qədər olan, İmam Kazım da daxil, imamları, yəni 7-ci imama qədər qəbul elədilər. Artıq İmam Rıza əleyhissalamın imamətini bunlar qəbul eləmirdilər. Bunu bəhanə eləyirdilər. Təbii ki, burada bəzi bir sıra maddi məqsədlər də var idi. Bunu da o məqsədlərinə çatmaq üçün bəhanə eləyirdilər ki, Peyğəmbər buyurub ki, imamların sayı 12-dir. Mənim xəlifələrim 12-dir, yəni Əhl-i-Beyt imamları 12 nəfərdir. İmam Rıza əleyhissalama deyirdilər ki, sənin övladın yoxdur. Artıq imamlar olmayacaq və demək, sən heç özün də imam deyilsən. Çünki 12 nəfərdir və 9-u İmam Hüseynin nəslindən gəlməlidir. Və gəlib artıq İmam Rıza əleyhissalamın övladı olmayanda başladılar belə sözlər danışmağa, tənələr vurmağa ki, İmam Rızanın övladı yoxdur, demək, öz imaməti də sual altına gedir. Və beləliklə onlar imaməti qəbul eləmədilər. Və İmam Rıza və İmam Rızadan sonraki xətti qəbul eləmədilər. İmam Rıza əleyhissalam da onların cavabında deyərdi ki, siz hardan bilirsiniz axı? Hətta o Vaqiflərin böyüklərindən biri İmam Rıza əleyhissalama məktub yazmışdı. Məktub yazmışdı və belə sözlər danışırdı ki, sənin övladın yoxdur, sənin özünün də imamətin sual altındadır. Hüseyn ibn Qiyamə Vaqiflərin başçılarından idi. İmam Rıza əleyhissalam da onun cavabında yazdı ki, sən nə bilirsən ki, Allah mənə övlad verməyəcək. Çox çəkməz ki, Allah mənə bir övlad verər. Və İmam Rıza əleyhissalamın ki, imaməti sual altına gedirdi, insanlar artıq şək-şübhəyə düşmüşdülər, əqidə çaşqınlığına düşmüşdülər. Belə bir şəraitdə Allah İmam Cavad əleyhissalamı bəxş eləyir İmam Rıza əleyhissalama və İmam Cavad əleyhissalam dünyaya gəlir. And olsun Allaha, bir neçə gün keçməz, Allah mənə haqqı batildən ayıran bir övlad verər. İmam Rıza əleyhissalam onların cavabında deyirdi. Və İmam Rıza əleyhissalam da onlara cavablar verirdi, sübut eləyirdi ki, sizin düşündüyünüz kimi deyil. Onların o yersiz iradlarına cavab verirdi. Və İmam Cavad əleyhissalam dünyaya gəlir. İmam Cavad əleyhissalamın doğulması ilə bütün bu söz-söhbətlərə, ixtilaflara son qoyuldu. Beləliklə də şiələrin İmam Rıza əleyhissalamın Əhl-i-Beyt məktəbinin mövqeyi yenə də cəmiyyət arasında gücləndi, möhkəmləndi və şiəliyin etibarı çoxaldı. Və ikinci bir məsələ də bundan ibarət idi ki, İmam Rıza əleyhissalam öz zamanında əvvəlki imamların üzləşmədiyi bir çətinliklə üzləşmişdi. O da nə idi? Bundan ibarət idi ki, özündən sonraki imamı təyin etməkdə çətinliyə düşmüşdü.
Çünki imamət xəttində ilk dəfə İmam Cavad əleyhissalamdır ki, az yaşlarında, 7 yaşında imamət məqamına çatır. 7-8 deyirlər, yəni ən azı 7 yaşında imamət məqamına çatır. 7 yaşında olanda, 8 yaşında olanda atası İmam Rıza əleyhissalam şəhid olur və Həzrəti Peyğəmbərin gətirdiyi bir dinə varis olmaq, Həzrəti Peyğəmbərin canişini olmaq, müsəlmanlara rəhbərlik eləmək məsələsi bu az yaşlı uşağın öhdəsinə düşür. Ona görə də insanlar və bilirik ki, insanın bir kamal yaşı var da, insan cisim baxımından, o inkişaf baxımından, kamillik baxımından insanın bir yaş həddi var ki, ora çatandan sonra insan kamilləşir, dolğunlaşır və insanın başqalarını, cəmiyyəti idarə etmək bir qabiliyyəti yaranır. Bunlar insanlarda da bu şək şübhə yaradırdı ki, az yaşlı uşaq Peyğəmbərin canişini olacaq, din adından insanlara yol göstərəcək, dini hökmlərin onları başa salacaq, cəmiyyəti Allaha doğru aparacaq. Bu uşağın belə bir səlahiyyəti, belə bir qüdrəti yoxdur axı. İnsanlar bu baxımdan şübhəyə düşmüşdülər və İmam Rıza əleyhissalam da onları inandırmaq üçün müəyyən bir çətinlik çəkirdi. Ki, bu uşaq cəmiyyətin nəzərində, cəmiyyət belə baxırdı ki, imamət məsuliyyətini necə öz öhdəsinə götürə bilər. Amma bəzi insanlar var ki, bu məsələdən istisnadılar. Biz Quran-ı Kərimə baxanda görürük ki, Allah bəzi bəndələrini, bəzi dostlarını, bəzi üstün xəlifələrini, bəndələrini bu məsələdən istisna eləyib. Ki, Quran-ı Kərimdə bunlara işarə olunub. Quran-ı Kərimdə Həzrəti Yəhyanın peyğəmbərliyini və onun uşaq yaşlarından peyğəmbər seçilməsi barədə Allah buyurur. Quranda ayə var. Biz uşaq ikən ona hikməti verdik. Həzrəti Yəhya peyğəmbərə. Uşaq ikən Həzrəti Yəhyaya buyurur, biz hikmət verdik. Burada da hikmət peyğəmbərlik mənasına təfsir olunur. Təfsirçilər tərəfindən hikmət, yəni peyğəmbərlik mənasına təfsir olunur. Və Həzrəti Yəhyanın da vəfatından sonra oğlu, Həzrəti Zəkəriyanın vəfatından sonra oğlu Həzrəti Yəhya onun kitab və hikmətini atasından, Həzrəti Zəkəriyadan miras aparır. Az yaşlarında. Quranda Allah buyurur, ey Yəhya kitabdan möhkəm yapış. Kitabdan, hikmətdən möhkəm yapış. Və həmçinin başqa bir nümunə də Həzrəti İsa əleyhissalamdır. Həzrəti İsa əleyhissalam, baxın, nəinki 5 yaşında, 6 yaşında, 7-8 yaşında da yox. Körpə ikən, beşikdə olarkən dil açıb dillənir. Həzrəti İsa dünyaya gəldiyi ilk günlərdə bilirsiniz ki, Həzrəti Məryəmə böhtanlar atırır. Atasız uşaq dünyaya gətirmişdi. Və buna görə də cəmiyyət tərəfindən ciddi töhmətlərə məruz qalır. Orada Həzrəti İsa dil açır, dillənir. Başlayır danışmağa. Quran-ı Kərim Həzrəti İsa'nın sözlərini bu cür açıqlayır. Allahdan bir möcüzə olaraq körpə Həzrəti İsa əleyhissalam dilə gəlib dedi: mən həqiqətən Allahın bəndəsiyəm. İnni Abdullah. Mən Allahın bəndəsiyəm. Allahın quluyam. O mənə kitab verdi. İncili verdi. Özümü də peyğəmbər etdi. O harada oluramsa olum, məni mübarək qərar verdi. Həmişə hamıya xeyir verən, dini hökmləri öyrədən, məni mübarək etdi və mənə diri olduqca namaz qılıb zəkat verməyi tövsiyə buyurdu. O həmçinin məni anama qarşı olduqca itaətkar
və nəvazişkar etdi. Zülümkar, asi eləmədi. Görürsünüz ki, Həzrəti İsa körpə ikən dil açır və bunları deyir ki, Allah məni peyğəmbər elədi. Edəcək yox, Allah məni peyğəmbər qərar verdi. Mənə kitab verdi. Bəzən məsləhət üzündən belə alınır ki, Allah bu prosesi tezləşdirir. Allah onların peyğəmbərliyini və yaxud da imamətini tezləşdirir və öncədən onlara xəbər verir. İmam Rızanın səhabələrindən biri deyir ki, bunları danışdıq ki, bu Həzrəti Yəhyanı və Həzrəti İsa əleyhissalamı Qurandan nümunə gətirdik ki, yəni İmam Cavad əleyhissalam da bu cürdür. Allahın istisna elədiyi şəxslərdəndir ki, az yaşında Allah belə bir məsuliyyəti, öhdəliyi, imamət kimi bir ilahi missiyanı ona verir. İmam Rıza əleyhissalamın səhabələrindən biri deyir, bir dəfə Xorasanda İmam Rızanın huzurunda idi. Orada olanlardan biri imama dedi ki, ey mənim ağam, Allah eləməsin birdən sizin başınıza bir iş gəlsə, yəni siz bizim aramızdan getsəniz, biz sizdən sonra kimə müraciət eləyək? O həzrət buyurdu, oğlum Cavada. Oğlum Cavada müraciət eləyin. Bunu deyəndə həmin şəxs İmam Cavadın yaşının az olduğunu bildirdi. Dedi ki, ağa, axı oğlu Cavadın yaşı çox azdır. İmam Rıza buyurdu, Allah Teala Həzrəti İsa'nı Cavaddan da kiçik yaşlarında peyğəmbər və yeni şəriət sahibi qərar vermişdi. Qurandan dəlil gətirdi. Və yaxud da başqa səhabəsinə buyurur, mən Cavadı öz yerimdə əyləşdirib, onu öz canişinim təyin etmişəm. Biz elə bir nəsildənik ki, kiçiklərimiz hər şeyi böyüklərimizdən irs aparır. İlahi missiyanı, ilahi hikməti, elmi, Quranı, Quran elmini, Quranın hikmətini kiçiklərimiz böyüklərimizdən irs aparır. Və bu vasitələrlə İmam Rıza əleyhissalam onların o şək şübhələrini aradan qaldırırdı. Və İmam Rıza əleyhissalam şəhid olandan da sonra insanlar gəlirdilər, şiyələr dörd bir yandan gəlirdilər İmam Cavad əleyhissalamla görüşməyə, az yaşlı imamla görüşməyə və onu imtahan eləyirdilər, sınaqdan keçirirdilər. Ona şəri suallar verirdilər, dini suallar verirdilər. İlahi hökmlərdən, Qurandan suallar verirdilər ki, İmam Cavadın elmini yoxlasınlar. Və İmam Cavad əleyhissalam da öz imamət elmi vasitəsilə onlara dəqiqliklə cavab verirdi, onları qane eləyən şəkildə onlara cavab verirdi və onlar da qane olurdular və yavaş-yavaş o şək şübhələr aradan gedirdi. Eyni zamanda İmam Cavad əleyhissalamın dövründə Mötəzilə əqidəsi də güclənmişdi. Mötəzilə əqidəsi ki, hər şeydə ağlı əsas götürürdü və onlar da İmam Cavad əleyhissalamın əksinə gedirdilər. Onlar da ağlı əsas götürüb deyə, bəşərin bu naqis ağlını əsas götürüblər deyə, onlar da ağılla qəbul eləmirdilər ki, az yaşda bir uşaq imam olsun, insanları hidayət eləsin, insanları Allaha doğru aparsın. Bu baxımdan da onların da İmam Cavad əleyhissalamın əleyhinə təbliğləri var idi. Bu da cəmiyyətdə müəyyən qədər çaşqınlıq yaradırdı. Və İmam Cavad əleyhissalam belə bir şəraitdə bütün o şək şübhələri aradan qaldırır öz elmi vasitəsilə və onları öz imamətini onlara sübut eləyir. Hətta məmun bir sıra elmi məclislər təşkil eləyir, alimlər dəvət eləyir, İmam Cavadı çağırırlar ora və İmam Cavadı imtahan eləyirlər. İmam Cavad əleyhissalam orada onların suallarına cavab verir. Hətta onların verdiyi o bir nəfər həcclə bağlı ehramda olan şəxs heyvan öldürübsə onun hökmü nədir deyə İmam Cavad əleyhissalamdan sual soruşur
məclisdə, Məmunə məclisində İmam Cavad əleyhissalam başlayır o hökmü sorğulamağa, soruşur ki, ehramda olan böyükdür yoxsa kiçikdir və yaxud da başqa o sual ətrafında o qədər əlavə suallar verir ona. Bu görür ki, bu şəxs artıq bu məsələyə hər tərəfli vaqifdir. Hər tərəfli bilir. Hətta o sualları ona verdikcə o şəxsin özü hiss olunurdu ki, İmam Cavad əleyhissalamın qarşısında kiçilirdi. Və beləliklə İmam Cavad barəsində də o şək şübhələr aradan qaldırıldı. Bu da onun imaməti sayəsində idi. İmamət vasitəsilə idi ki, Allah o qüdrəti onlara verib. Allah onları hidayət eləyib və onlar da o Allah tərəfindən verilmiş həmin o qüdrət sayəsində, imamət elmi sayəsində insanlara rəhbərlik etmə səlahiyyəti qazanıblar. Yəni bu Allah tərəfindən də onların böyükləri, kiçikləri onlar fərq eləməz. Ona görə də buyurur ki, kiçiklərimiz böyüklərimizdən irs aparır o ilahi elmləri, ilahi hikməti. Və öz elmi vasitəsilə bütün bu şək şübhələri də İmam Cavad əleyhissalam aradan qaldırdı. Mən söhbəti çox uzatmaq istəmirəm. Sonda İmam Cavad əleyhissalamdan bir hədis demək istəyirəm. İmam Cavad əleyhissalamdan gözəl bir hədis var. Elə bu günlərdə hədiyyə olsun siz əzizlər üçün bu hədisi deyək. Gözəl hədisdir. İmam Cavad əleyhissalam buyurur ki, Mulaqatul ixvani nəşrə və təlqihun lil-əqli və in kənə nəzrən qalila. İmam buyurur ki, İmam Cavad əleyhissalam dost və qardaşlarla görüşmək, dostlarla, qardaşlarla görüşmək, oturmaq, söhbətləşmək qəlbi təmizləyir, qəlbi nurani eləyir. Ona görə də yaxşıdır insanlar, dostlar bir-biri ilə otursunlar, mənəvi söhbətlər eləsinlər, bir-biri ilə görüşsünlər, hal-əhval tutsunlar. İmam Cavad əleyhissalam buyurur ki, dost və qardaşların bir-biri ilə görüşməsi qəlbi nurani eləyir, qəlbi təmizləyir. Və təlqihun lil-əqli və ağlın çiçəklənməsinə səbəb olur. Ağlı inkişaf elətdirir. Və in kənə nəzrən qalila. Hətta az müddətdə olsa da, dostların, qardaşların bir-biri ilə görüşməsi qəlbi nurani eləyir, qəlbi təmizləyir və ağlı çiçəkləndirir. İnsanın ağlını inkişaf elətdirir. İmam Cavad əleyhissalamın da bu gözəl hədisi sizlərə bugün münasibəti ilə hədiyyə olsun ki, dostlar, qardaşlar, mömin insanlar bir-biri ilə münasibətdə necə olmalıdırlar, bir-biri ilə görüşə can atmalıdırlar ki, bu görüş vasitəsilə də elə biz Allaha yaxınlaşırıq. İnsanın qəlbi təmizlənir, nuraniləşir, ağlı çiçəklənir, inkişaf eləyir. Ona görə də dostların, dindarların bir-biri ilə görüşməsi də mühüm bir məsələdir ki, insan elə bunu da qərar verər ki, Allaha yaxınlaşsın. Bu görüşlər, bu münasibətlərin də hamısı bunun üçündür ki, insanı Allaha yaxınlaşdırsın. Ona görə də insan görüşü də qardaşlarla, dindarlarla, insanlarla münasibətləri də qurbətən ilallah niyyəti ilə yerinə yetirsələr, bu görüşü də, bu oturub söhbətləşməyi də Allaha bir yaxınlaşmaq vasitəsi qərar versələr, insan demək olar ki, həyatda bir dəqiqəsi belə hədər getməz. Yəni, oturub söhbətləşməyi, deyib gülməyi belə insanı Allaha doğru yaxınlaşdırar. Yəni, bu işin özü də ibadətə çevrilər. Allah bizləri bir-birimizə qarşı hər zaman mehriban bəndələrdən qərar versin və hər işimizi, dostluğumuzu, söhbətimizi, deyib gülməyimizi belə qurbətən ilallah, Allah üçün, Allaha yaxınlaşmaq üçün vasitə qərar verən bəndələrdən etsin inşallah.
Allah bu günü bir daha sizlərə mübarək qərar versin və Həzrətin dünyada ziyarətini və qiyamətdə şəfaətini Allah hər birinizə nəsib eləsin inşallah. Vəssalamu aleykum və rəhmətullahi və barakatuhu.